Sağ ol qardaş. Allah şəhid balamızın mövludunu mübarək eləsin. Sənə də, bizlərə də Allah səbir versin. Amin. Amin. Nizami şəhid Abbasov Ayazın atasıyam. Bu günləri mənim oğlumun mövlududur. Gələn qardaşlar da hamısı şəhid atasıdır. Allah hamısını can salamat eləsin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Sizə də Allah can sağlığı versin. Gəlib bunu çəkib paylaşırsınız. Şəhid Sadiq Ağabalayevin atası Nadir Ağabalayev. Gəlmiş bir gün qardaşımızın dərdinə şərik olayıq. Bizim balamızın cənnətdəki ad günü mübarək. Allah səbir versin qardaşımıza. Şəhid Qubadlı Fuadın atası Kərbəlayı Cahangir. Dəki mövludum mübarək, şəhidim. Amin. Allah cəmi şəhidlərimizə rəhm eləsin. Amin. Bize səbir versin. Və Allah bizlərə can sağlığı versin ki, bu dərdi biz çəkə bilək. Sağ olun. Sizə də təşəkkür edirəm. Şəhid Əkbərov İbarətin atası Faiq. Bu günləri Abbasov Ayazın mövludu gündür. Nizami Allah səbir versin və Allah bütün şəhid ailələrinə səbir versin. Məkanları cənnət olsun. Allah qalanların canı salamat. Şəhid Bağırov Elnurun atasıyam, Zeynal kişi. Allah Ayaz balamızın mövludun mübarək eləsin. Nizami qardaşımıza səbir diləyirəm. Həmişə bu qapıya bu gündən belə şadlığa gələk, xoş günlərə gələk. Allah köməyiniz olsun. Əleykum. Mən İsayev Təbrizin, şəhid İsayev Təbrizin atası İsa Bala kişi. Allah şəhidlərimizin ruhunu şad eləsin. Valideynlərinə səbir versin, hamımıza. Allah köməyiniz olsun, siz də çəkib işıqlandırırsınız. Hər vaxt xeyir olsun. Mən Biləsuvardan gələm, neçə ildir bura gələm. Bunlar mənim hamısı çiyin yoldaşlarımdır. Daxili qoşunların xüsusi təyinatlısı Qurbanov Ruslan Üzeyroğlu. Allah cəmi şəhidlərimizin yerin cənnətli eləsin, ruhlarını şad eləsin. Bu balamızın da, Ayazın da, timsalında onun çiyin yoldaşlarının. Mövludların, il dönümlərin mübarək eləsin. Sizə də ki, minnətdarıq ki, çox sağ olun, əziyyət çəkirsiniz. Allah şəhidimiz mövludunu mübarək eləsin. Amin. Şəhid Hüseynov Fərdin atası Fətəli Hüseynov. Allah Ayaz balamızın mövludunu mübarək eləsin. Onun timsalında bugünkü kimlərin mövludu Allah hamısını mübarək eləsin. Allah şəhidlərimizi rəhmət eləsin. Siz də xoş gəlibsiniz. Allah mübarək eləsin mövludu. Mən də şəhid Cəfərov Azı qardaşıyam. Camiyə Allahdan səbir diləyirik. Şəhidimizə mövludu mübarək olsun inşallah. Mən Əzim Niftiyev, Cəllabad rayon Məlik Qasım kəndi. Şəhid valideynlərinin qarşısında söz demək böyük məsuliyyətdir, həm də şərəfdir. Mən bunu özümə şərəf bilirəm, sizlərin qarşınızda baş əyirəm. Bugün şəhidimizin mövlud günüdür. Mən də fürsətdən istifadə edib bütün necə deyərlər, şəhid valideynlərinə səbir diləyirəm. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Ruhları qarşısında baş əyirik. Onlar tarix yazdılar. Onları tanıtmaq dünyaya, bütün qoy Türk dünyası, Azərbaycan xalqı görsün ki, ümumiyyətlə Azərbaycanda, Cəllabadda necə qəhrəmanlarımız yetişir. Yetişdirib Azərbaycan xalqı. Mən də özümə borc bilirəm, öz sosial şəbəkəmdə hər bir şəhid haqqında məlumatları çalışıram ki, Azərbaycan xalqına, bütün insanlara çatdıram. Sizlərin qarşınızda baş əyirəm, hörmətli valideynlər. Əlimizdən gələn budur. Allah sizlərə səbir versin. Sağ olun, var olun.
yığışmışıq İctimai Nəzarət Təşkilatının Cənub Regional üzrə sədri Nəsir Hüseynov. Şəhidlər üçün əslində biz nə qədər desək də, neçə il danışsaq da, neçə ay danışsaq da, neçə saat danışsaq da, təbii ki, yenə də azdır. İnsan olaraq, bir vətəndaş olaraq, bir təşkilat olaraq biliriksə, bütün vətəndaşlar bilir. Və mən hər yerdə demişəm, əzim müəllim, deyirəm, deyəcəm də, hər bir vətəndaşın borcudur ki, istənilən kətdən, istənilən rayondan keçəndə şəhidlər xiyabanını ziyarət etməlidir. Bu, bunun vətəndaşlıq borcudur və etməlidir. Məcburən də olsa etməlidir. İnsindən, cinsindən asılı olmayaraq, milliyyətindən asılı olmayaraq, bu bizim bir insaniyyətli və vətəndaşlıq borcumuzdur. Mən də bunu özümə borc bildim, bugün bu kətdə oldum. Şəhidimin atası Nizami müəllim, Allah şəhidlərimizə rəhmət eləsin, Allah o dünyasını versin, mövludun mübarək olsun. Sizin ürək sözləriniz zəhmət olmasa. Çox sağ olun, siz də xoş gəlibsiniz. Bugün xoşunuza gələk. Şəhid Ayazın mövlududur. Allah bütün gələnlərin canlarını salamat eləsin. O cümlədən siz də onun içində, əzim qardaşımız da onun içində. Xoş gəlibsiniz. Cənnətdəki mövludun mübarək olsun. Anam, zəhmət olmasa. Xoş gəlmişsiniz. Xoşunuza gələk. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, ruhları şad eləsin. Bilməm, balamın da doğum günüdür. Onu təbrik edirəm, bizdən bir yerdə olmasa da. Onun 22 yaşı var idi, dünyasını dəyişəndə. Yəni, həmişə 22 yaşında qalan balamdır. Allah bütün şəhidlərimizə, Allah məqamını uca eləsin. Ruhlarını şad eləsin, onlar vətən uğrunda canlarını verdilər ki, biz yaşayaq. O oğullara mənim canım qurban. Hamısı bir qəhrəmandır, hamısı bir məktəbdir. Şəhid Ayazın Daxili İşlər Nazirliyinin daxili qoşunlarının xüsusi təyinatçısı olubdur. Biz onun haqqında heç nə bilmirdik. Ondan sonra məlumatımız olubdur. O düzdür, o ağır təlimlərdən keçib, Əqrəb qrupunda çalışıb. Bizim onunla məlumatımız olmayıbdır. Həmlə qrupunun komandiri də olubdur, vaxtı, müharibə vaxtı. Onun üçün də mən balamdan fəxr edirəm. Düzdür, o yaşamasa da, o həmişə mənim qəlbimdədir. Bütün şəhidlər bizim qəlbimizdədir. Bütün Azərbaycan xalqının qəlbindədir. Mən istərdim o cür oğulların sayını Allah çox eləsin. Bizim bu böyüyən balaca uşaqlar da hamısı şəhid sevən olsun, vətən sevən olsun. Onlar aldığı torpaq daha bir daha düşmən ayağı dəyməsin. Orada uzalanan bayraqlarımız həmişə yüksəklərdə ucalsın. Nə deyim sonra? Allah balamızın ruhunu şad eləsin. Bizlərə səbir də özün versin. Şəhidlər ölməz, vətən bölünməz. Bu bizim üçün bir örnəkdir. 30 ildir düşmənlər gəzirdi bizim torpağımızda. O düşmənləri bizim bu qəhrəmanı yaşı 20 yaşından 30 yaşına qədər bizim şəhidlərimizin yaşları var. O bir yaş da deyil heç. Amma 30 illik torpağı onlar azad elədilər. Biz onun üçün şadıq. Bizim daha düşmənin ayağı bizim torpaqlara heç bir daha dəyməsin. Allah izin verməsin buna. Bizim balalarımız can qoydular, torpağı aldılar. Orada da hamı yaxşı yaşasın, şəhidlərimizin orada adına abidələr ucalsın. Mən onu əsas istəyirəm ki, qoy şəhidlərimizi tanınsın Qarabağdadır. Mən özüm də Qarabağdanam. Ona görə də istəyirəm ki, balalarımızın adı yaşansın, abadiləşdirilsin, verilsin. Ona görə də arzum odur. Nə qədər də canımızda can var. Bütün şəhidləri sevirik, yolların hamısını hər dəfədə il dönümləridir, ad günləridir. Biz onları qeyd eləmək bizim elə borcumuzdur da, bir də bizim elə həmişə eləyərik də nə vaxt, nə qədər canımızda can da var. Allah bütün balaları qorusun, qalanları, ordumuza güc qüvvət versin, qazilərimizi qorusun. Allah bir daha bizlərə müharibə odu göstərməsin.
alınan torpaqlarımız həmişə var olsun, bayrağımız həmişə ucalarda yüksəlsin inşallah. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Məkanları cənnət olsun. Qazilərimizə can sağlığı versin. Allah Taala ordumuzu qorusun, vətənimizi qorusun, dövlətimizi qorusun. Mən yenə deyirəm, bir ictimai nəzarət təşkilatının sədri olaraq və o cümlədən bir vətəndaş olaraq ən azından mən hər şəhid istər mərasimlərini, istər şəhid ailələrini çəkəndə mən şəhid atalarımın və şəhid analarının əlindən öpürəm. Bu sözdə yox, əməldə olmalıdır. Ona görə də mən sizin əlinizdən öpürəm. Allah sizə başımızın üstündən əsir eləməsin. Mənim bir vətəndaşlıq borcumdur. Allah sizə səbri versin. Gələn günləriniz xeyir olsun inşallah. Biz yenə sizin nökərinizü, qulluğunuzdur. Allah var eləsin sizə. Buradan əzim qardaşımıza təşəkkürümüzü bildiririk. Bizə köməklik göstərdi, kömək elədi. Daimə şəhid ailələrinin yanında olub, bizlə qızından köməklik göstərib. Hər bir şəhid otağında ilk olaraq özünə də yaxın